Bismillahirrahmanirrahim. Elhamdü ve senâ li'aynil vücud ve salâtu ve selâm alâ vâfifi mevâfifil meşhûd ve alâ âlihi umenâil ma'bûd bihim netevellâ ve min a'dâihim neteberra'u ilallâhi teâlâ. Esselamu alel Hüseyin وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين إمام الزمان صلوات الأياد الزنج اللهم صل على محمد وآل محمد. Hem tarihin kara sayfalarına bakanda, hem tarihin parlak sayfalarına bakanda görürük ki pis kişilerin yanında pis kadınlar olur. Yaxşı kişilerin yanında da yaxşı kadınlar olur. İnsanlar pis veya yaxşı olurlar. Pəstə kişilər yox, pəstə qadınlar yox. Əgər Həzrəti Yusuf əleyhisselamın əhvalatında Züleyxa veya ərəblərin dilində desək Zəlixə xanım hakkında inne keydekunne azim ifadesi, yani siz hanımların hilesi, məkri çox böyükdür ifadesi işledilirse, Nuh aleyhisselamın əhvalatında da kişiler üçün belə bir ifadə işlədilir. وَمَكَرُوا مَكْرًا كُبَّارًا. Bu kişilər Nuh aleyhisselama qarşı çox böyük hiylə işlətdilər. Yəni, pis olanda pəstə kişi pis olmur, pəstə qadın pis olmur, insan pis olur. Yaxşı olanda da hakeza. Pəstə kişi yaxşı olmur veya pəstə qadın yaxşı olmur, insan yaxşı olur. Biz tarixə baxsaq görərik ki, daim pis kişilərin yanında pis qadınlar olur. Lut bir peyğəmbərdir aleyhissalatu vesselam. Onun xalqı əxlaqi baxımdan fasik, fazir və tərbiyəsiz bir xalq idi. Lut aleyhissalamı inkar edirdilər. Bunlar Lut aleyhisselama karşı çıkan kişiler idi. Onlara destek olan Hazreti Lut aleyhissalatu vesselamın hanımıydı. Peygamber hanımı ama pis kişilere destek. Doğrudur. Lut aleyhisselamın hanımı terbiyesizlik sahasında onlara destek değildi. Ama müşterek noktaları buydu. Lut aleyhisselamın həmvətənləri de peygamberliği inkar edirdi. Lut aleyhisselamın hanımı da peygamberliği inkar edirdi. Nuh aleyhisselam 950 il
Quran-ı Kərimin ayəsinə əsasən təbliğat apardı. Uzun ömürlüydü. Və bu hədis deyil, kimsə desin ki, bu zəif hədis olar, 950 il adam yaşamaz. Allah deyir, bu adamları yaradan Allah deyir ki, mən Nuh'a o qədər ömür vermişdim, hələ 950 il təbliğat apardı. Ondan qabaq neçə yaşında yaşamışdı, nə qədər yaşamışdı, sonra nə qədər yaşadı, onu demir. Ulul əzm peyğəmbər idi. 5 peyğəmbər var, bütün peyğəmbərlərdən üstündür. Biri Nuh əleyhissalamdır, birincisi Nuh əleyhissalamdır. Sıra baxımında. Nə oldu? Hanımı onu inkar edənlər, onun nicas gəmisinə minməyənlərlə birlikdə oldu. Onlar pis kişi, peyğəmbər xanımı, pis xanım. Amma yenə də bu yadımızda qalsın bir dəfəlik. Heç bir peyğəmbərin imamın xanımı əxlaqi baxımdan fəsada uğramayıb. Heç bir peyğəmbər imamın xanımı tərbiyəsiz olmayıb. Kafir olur. Amma tərbiyəsiz olmayıb. Namuslu olub bütün peyğəmbərlərin xanımları, bütün imamların xanımları. Gəlirik tarixin biraz bəri hissəsinə. İmam Hüseyin əleyhissalatu vəssalam yol boyu çox söhbətlər elədi. Bir kitab yazılıb, Məhəmməd Sadiq Nədvinin bir kitabı var, tərcümədə olunur. Hüseyin ibn Əli əleyhissalamın Mədinədən Kərbəlaya qədər dedikləri. Bütün o xütbələr, söhbətlər. O söhbətlərin birində İmam yanıqlı buyurur ki, bu dünya ki var, hansı ki uğrunda insanlar bir-birinin əzir, qırır, öldürür, baş kəsir, qan dökür. Bu dünyanın dəyərini sizə bildirin. Yahya kimi əzəmətli bir peyğəmbər əleyhissalatu vəssalam Yahya peyğəmbərin başını tərbiyəsiz bir xanımın əmri ilə kəsdilər. Padişahın qardaşı qızı öz əmisinə vurulmuşdur. Bunlar evlənmək istəyirdilər. Yahya əleyhissalam üsyan qaldırdı, dedi, bu məhrəm evlənə bilməz, haramdır filan. Həmin o kafir xanım əmisi padişaha xəbər göndərdi. Əgər mənimlə evlənmək istəyirsənsə, gərək başlıq ödəyəsən, mehriyyə ödəyəsən. Padişah soruşdu, mehriyyə nədir? Hanım dedi ki, Yahyanın başı. Yahyanın başını kəs göndər mənə, mən sənə ərə gələrəm. O zalim padişah da Quran-ı Kərim Seyyid deyir Yahya aleyhissalama. Ağa, o qədər əzəmətli peyğəmbərdir, Quran ona ağa deyir. O ağa şəxsin, peyğəmbərin başını kəsib qızıl peşdə hədiyyə apardıqlar bir əxlaqsız qadına. O zalim padişah kişi, o da onun həmkarı qadın. Biraz da bəri gəlirik. Quranda bir surə var. Məsəd surəsi. Kimin haqqında nazil olub bu surə? Əbu Ləhəbin haqqında. Əbu Ləhəb kimdir? Peyğəmbər sallallahu aleyhi və səlləmin doğma əmisi. Əbu Talib əleyhissalamın qardaşı. Abdullah əleyhissalamın qardaşı. Abdülmüttəlib əleyhissalamın oğlu. Əbu Ləhəb ki, ömür boyu Peyğəmbər salavatıllaha düşmən oldu.
Hətta barəsində müstəqil bir lənət surəsi gəldi, Peyğəmbərin əmisidir. Bəzən Kərbəla hadisəsini gözdən salmaq istəyənlər deyirlər, əl çəkin bu işlərdən, 2 əmoğlu dava eləyib, Yezdin də babası ilə İmam Hüseyin əleyhissalam babası qohum çıxırlar, əmi uşağıdırlar. Yaxşı, Əbu Ləhəblə Peyğəmbər əmi qardaş oğludur ki, onu neyəyək? Sənin qəbul elədiyin Allah Teala niyə bəs Peyğəmbərin əmisini lənətləyir? Surə göndərib barəsində. Əbu Ləhəb o qədər naməhdli eləyirdi. Yazırlar, Peyğəmbər sallallahu aleyhi və aleyhi gəlirdi, yığırdı zamanları başına, deyirdi, oğurluq eləməyin, zina eləməyin, nahaq qan tökməyin. Bu taxta parçalarını düzəldib, niyə Allah deyirsiniz? Bunlar sizi yarada bilməz, dünən yox idi, bu insan bunu yaratmışsan. Deyirdi, Quran oxuyurdu, izah edirdi. Əbu Ləhəb hər yolu sınamışdı Peyğəmbərin təbliğatını zaya çıxartmasın, sarı taq vurdu. Peyğəmbər sallallahu aleyhi və aleyhi çıxıb gedən ki, bu zamanlar təəccüblə baxırlar axı. Heç vaxt belə söz eşitməyiblər. Təəccüb edir, bu deyir, oğurluq eləmə. Ərəblərin pul qazanma yolu oğurluqdur. Bu deyir, oğurluq olmaz. Bu gedəndən sonra, həzrət gedəndən sonra Əbu Ləhəb gəlirdi, əlin qoydu sinəsinə. Deyir, cavanlar, balalarım, mən sizdən çox üzr istəyirəm. Mən qardaşım oğlunun əvəzində sizdən üzr istəyirəm. O dəlidir, fikir verməyin ona. Bu qədər naməzli deyil Əbu Ləhəb. Peyğəmbər sallavatullahın evi keçirdi Əbu Ləhəb, yolu keçirdi Əbu Ləhəbin evin böyründən. Özü də, xanımı da hər gün zirzibil daşıyırdılar, tikan daşıyırdılar. Peyğəmbər oradan keçəndə tökürdülər başını. Hər gün. Ona görə Quran deyir ki, cəhənnəmə də odun daşıyacaq özü ilə arvadı. Və mürəətuhu həmmalətəl hətab. Cəhənnəmin odun daşıyanı ilə onun xanımı olacaq. Pis kişi, yanında pis xanım. Biraz bəli gələk. Əbu Süfyan, Yezidin babası, Muaviyyənin atası. Peyğəmbər sallavatullahın və müsəlmanların əleyhinə baş verən bütün müharibələrdə Əbu Süfyan ya sərkərdə idi, ya qızışdıran idi. Bütün müharibələrdə. İrili xırdalı. Əbu Süfyanın evi işğal olunmayınca İslamı qəbul eləmədi. Evi işğal olunanda Peyğəmbər sallallahu buyurdu, Əbu Süfyanın evinə toxunmayın. Kim onun evinə daxil olsa amandadır. Daha hər tərəfdən bəhanəsi kəsildi. Dedi, qəbul edəyək də. İndi də İslam adı altında başlayaq. İndi də müsəlman paltarında başlayaq Əbu Süfyanlıq eləməyə. Bu qədər nanədir. Yanında kim idi? Hindi Cigərxar, Peyğəmbər sallavatullahın əziz əmisi, Allahın aslanı ləqəbini almış. Həmzə Seyyid-i Şühəda, İmam Hüseyin əleyhissalam şəhid olana qədər Seyyid-i Şühəda, şəhidlər ağası ləqəbi Həmzənin. İmam Hüseyin əleyhissalamın o seyyidliyi o qədər parladı ki, Həmzə əleyhissalam kölgədə qaldı. Yoxsa o vaxta qədər Həmzə əleyhissalam Seyyid-i Şühəda adlanırdı. Kim onu şəhid elədi? Həmin Əbu Süfyanın arvadı Hind, həmin Muaviyyənin anası, Yezidin nənəsi. Hara baxırsan tarixə, pis bir kişinin yanında pis bir qadın var. Pis bir qadının yanında pis bir kişi var. Özünüz diqqət eləcinizsə, nə yaxşı qadının yaxşılığı pis ərə təsir edir. Yəni, əsas təsir qüvvəsidir, təsiri olmamış deyil, əsas təsir qüvvəsidir. Nə pis kişinin, yaxşı kişinin yaxşılığı pis qadına təsir edir. Əlbəttə, qadınların cəmiyyətdə rolu çox güclüdür. Tarix yazır, İslamın əvvəllərində bir çox kişilər heç Peyğəmbər sallallahu qulaq asmırdılar. Qadınları dini qəbul edib, başlayırdı kişini yola gətirmək. Qadının kişi üzərində böyük hakimiyyəti var, təsiri var. Başqalarının deyə bilmədiyi sözü qadın, məsələn, həyat yoldaşına deyə bilir.
yavaş başlayırdı. Məsələn, ikinci xəlifə Ömər ibn Xəttabın İslam'a gəlməsi barəsində tarix yazır. Eşitdi bacısı ilə bacısının əri İslam'ı qəbul eləyib, gedirdi onları öldürməyə. Daxil oldu evlərinə, döydü də geznəsini, sonra bacısı ona başı saldı ki, bir dəfə sən bu Quran ayələrinə qulaq as, sonra danışarsan. Yəni, onun da imana gəlməsində bir qadının rolu olub. Tarix yazır ki, əksər müsəlmanların dinə əyilməsində həyat yoldaşlarının rolu var idi. Bu balaca amil deyil. Amma 100% təsir qüvvətinə malik deyil. Quran-ı Kərim nə deyir Təhrim surəsində? Deyir ki, Allah Teala misal vurur. Pis qadınlar üçün. Lut əleyhissalamın xanımı ilə Nuh əleyhissalamın xanımı. Bunlar kimin çörəyin yeyiblər? Peyğəmbərin çörəyi. Çörəyi ki, halaldır. Kimin tərbiyəsini alıblar? Peyğəmbərin tərbiyəsini. Salih bəndələrin təsiri altında yaşayan, nəzarətində yaşayan iki xanım kafir oldu, cəhənnəmə getdi. Peyğəmbər arvadı cəhənnəmə getdi. Barəsində surə nazil oldu. Təhrim surəsi. Baxın, təsir eləməyəndə eləmir. İmam Həsən əleyhissalam, onun kəlamları bizi dinə hidayət eləyib Allahın izni ilə. Bəzən bir ruhaninin, bir dindarın ya bir vəzifə sahibinin xanımı biraz məsələn səhv hərəkət eləyir, başlayırlar ki, bundan təbliğatlı çıxmaz, bundan cıqan çıxmaz, bacarır sözləri badına yiyə dursun. Sən bunu İmam Həsən əleyhissalama da deyəcəksən, Nuh Əbul-Bəşərə də deyəcəksən bunu, Lut əleyhissalama da deyə biləcəksən bunu. Sözdür. İnsan ixtiyar sahibidir, heç bir kişinin hüququ yoxdur, qadını zorla bir işə məcbur eləsin. Hətta Allahın qəti hökmü olan hicabı. Sual edir alimlərdən, bir kişinin xanımı hicabı bağlamaq istəmir. Boşamalıdır onu, buyurur xeyr. Neynəsin bəzdir? Təbliğat eləsin, əmr-ül-məruf eləsin. Onun cəzasını kişi gözəl yox, çəkməyəcək. Özü cəhənnəm edəcək, özü bilər. Ya Allah bağışlayacaqsa, özün bağışlayacaq, özü bilər. Bir kişinin xoşbəxtliyidir, xanım hicab əhli olsun. Bir xanımın xoşbəxtliyidir, kişi din əxlaq əhli olsun. Amma bunların heç birini o birinin qəbrinə qoymayacaqlar. Əmr be məruf eləməsə günahkardır. Dini təbliğ eləməsə günahkardır. Ona dini öyrətməsə günahkardır. Amma zorla bir işi ikrahla, la ikrahə bitdiyin dində məcburiyyət yoxdur. Demokratiyadır. Demokratiyanın həqiqi mənası. Demokratiya dində. Özün öz ürəyinlə qəbul edəcəksin. İmam Həsən əleyhissalatu vəssalamın xanımı Əşəs ibn Qeysin qızı Zodə naməhdəsinə İmam Həsən ağanı zəhərlədi. Atası Əşəs münafiqlərin başçısı, o kişi, pis kişi, qızı da pis var. Yazırlar, hər gecə İmam Həsən əleyhissalamın balışının yanına su qoyulmaydı, su içirdi ağa, yatmazdan önce. O məlun xanım deməklə bu müsibətlər bilinmir ha. Burada əksəriyyət ailəlidir. Adam heç fikirləşər ki, ev edəndə yeməkdə ehtiyatlı olmalı, qabağına zəhərli yemək qoyur. Adamın sirdaşı xanımıdır da. Adam hər yerdən ümidi kəsiləndə evinə sığınır. Heç kəsə deyə bilmədiyi sirri xanımına deyir. O məzlum imamımız İmam Həsən əleyhissalam evinin içində su içmək istəyir, su zəhərlidir. Ağa suyu içdi, zəhər çox kəskin zəhər idi, birbaşa digərlərinə təsir edə ağanı. Yanlığı verdi ağaya. Buyurdu ki, yandım susuzdan, mənə su verin. O məlun xanım ikinci zəhəri verdi ağaya, su yerinə. Və ağa dedi ki, bəs ifraz eləməkdən qaytarmaq istəyirəm. Gətirildə teşt, ciyərləri parça-parça düşüldü ağa.
qanlaxdılar. Kim elədi bunu? Pis kişinin yanındakı Əşət ibn Qeysin qızı pis qadınca orada indi Əşət. Həmişə pis bir kişinin yanında pis qadın olur. Bu tərəfi də belədir elə. Bunu təkcə İslam tarixində siz görməzsiniz. Bütün tarixlərdə görə bilərsiniz. Osmanlı imperiyaları dağıdanlar pis məsləhətli kişilərindən pis qadınlar idi. Bizim öz tariximizdə necə yaxşı kişilər, yaxşı qadınlar da olur. Şəmsəddinin xanımı Möminə Xatun ikisi birlikdə Azərbaycanın torpaqlarını idarə edirdilər. Baxın siz Azərbaycanın da tarixinə baxsınız, Fransanın da tarixinə baxsınız, hər yerə baxsaq, mənfi kişi ilə mənfi qadın yanaşıdır, müsbət kişi ilə müsbət qadın yanaşıdır. Yaxşılar da belədir, tək pislər deyil. Biz indi Quran-ı Kərimdən misal çəkirik. Adəm əleyhissalam, Həvva salamun aleyha. Bu xurafat, mövhümat yayılıb, güya Həvva salamullah aleyha Adəm əleyhissalamı aldatdı, o cənnət meyvəsindən yedi. Bu sözü deyənlər Allaha and olsun, bu Qurana and olsun, qiyamət günü Həzrət Həvvaya cavab verəcək. Hardan oxunub o? Kim yazıb onu? Hansı nanəcib yazıb onu? İndi bir alim götürüb başqa alimin kitabından yazır, o başqa ha. Biz əsas o xurafatı yayanları deyirik. Həvva salamullah məsumə xanımdır. Adəm əleyhissalam məsumdur. Quran deyir, fəəkələ minha. İkisi o ağacdan yedi. Demir Həvva yedi, sonra Adəmə təklif elədi. Və hətta təklif eləməyi də sən tərzilə qəbul elədin, əstağfurullah. Adəm əleyhissalam uşaqdır. Peyğəmbərdir bu. Və alləməl Ədəmə əsmaə kullaha. Hər şeyin adını bilir, həqiqətini bilir. Yaxşı kişinin yanında, yaxşı qadın. İbrahim əleyhissalatu vəssalam yanında Sara xanım salamullah aleyha, Hazər xanım salamullah aleyha, İsmail əleyhissalam, Hazər xanım salamullah aleyha. O Hazər ki, onun 7 dəfə öz balası üçün bu İsmail əleyhissalamın əhvalatı ilə İmam Hüseyin əleyhissalamın əhvalatında çox bənzərliklər var. İndi mövzumuz o deyil. Hazər salamullah aleyha 7 dəfə Səfa dağından Mərvə dağına getdi, gəldi, indi Hazır gedib gəlirlər. Su tapmadı İsmail əleyhissalam üçün. Gəldi, gördü İsmailin ayağının altından su çıxır. Bir dəfə su axtarmışdılar onda, tapmışdılar. Hadisə yarımsız qalmışdı. Uşaq susuzdan ölməmişdi. İmam Hüseyndə hadisə tamamlandı. Əl-Yəsxərin anası da su axtarır. Atası da su axtarır. Əmisi də su axtarırdı, amma uşaq qan etdi. İbrahim əleyhissalam İsmail əleyhissalama apardı qurbangaha başını kəsməyə, bıçaq kəsmədi. Amma Yezid qoşununun atdığı nizələr Əl-Yəşbərə dəydi, o bıçaqlar kəsdi. Qasimi kəsdi. İsmail əleyhissalam İbrahim əleyhissalam apardı Minada qurbanların kəsməyə, İsmail əleyhissalam başını kəsməyə, bıçaq kəsmədi. İmam Hüseyin əleyhissalam Minadan gətirdi Kərbəlaya qurbanların kəsməyə. Bənzərliklər çoxdur. Həzrəti Hazər salamullah aleyha 7 dəfə Səfa dağından Mərvə dağına getdi, gəldi. İndi də hacılar ziyarət edirlər. Zeynəb-i Kubra salamullah aleyha çıxdı o yüksək təpənin üstünə meydana baxmağa, qardaşının atdan yıxılmasına baxmağa. İndi də ziyarətcə. Milyonlarla adam gedir ziyarət edir. İsa aleyhissalam, Məryəm salamullah aleyha yenə bir kişi, bir qadın nələrə dözdülər bunlar. Məryəm salamullah aleyha ömrü boyu məsciddə yaşadı. Anası nəzr eləmişdi ki, bu övladımı
Beytül Müqəddəsə vəqf eləyəcəm, orada ibadət eləsin. Onda qızların elə ibadəti caiz idi, halal idi. İndi bizdə, şəriyyətimizdə var ki, olmaz. Qadın gərək ərə getsin, ailə qursun, uşaq böyütsün, tərbiyə eləsin, kişi gərək evlənsin, cəmiyyətin içində olsun, rahiblik yoxdur, kahinlik yoxdur. Həzrət Məryəm salamu aleyhə ibadət edir, davan qız olub da, hamı bilir ki, bunun otağı var, burada ibadət edir. Zəkəriyyə əleyhissalam peyğəmbərdir, gəlir, görür, fəslə aid olmayan meyvələr var Məryəmin yanında. Ənnə ləki haza, bu hardandır səndə? Allah cənnətdən göndərir. Allah'ın sevimli dostlarına cənnətdən göndərir də. Əli əleyhissalam günlərin bir günü gəldi, gördü, Zəhra salamullahi aleyha qeybdən xəbər verir. Soruşdu, ənnə ləki haza, bu hardandır səndə? Alət min indillah, dedi Allah göndərir. Baxın, Həzrət Məryəmə Allah Teala meyvə göndərir cənnətdən, Həzrət Zəhraya elm göndərir lədunnan. Budur Zəhranın Məryəmdən üstünlüyü, salamullah aleyhimə. Məryəm salamullahi aleyha bir mələyin vasitəsilə, mələk İsa aleyhissalamın ruhunu üfürdü Həzrət Məryəmin bətninə. Qucağında uşaq gəldi, Yahudi alimlər baxdılar, dedilər ki, sən atan avırlı, anan avırlı, bu nə iş tutursan sən? Böhtana düşdü. Beşikdə uşaq danışdı İsa aleyhissalam. Nələrə dözdülər? Ana boşa. Ana bala, yenə biri qadındır, biri kişi. Vacib deyil qadın, kişi, biri arvad olsun, biri ər olsun, biri bacı olsun, biri qardaş olsun, biri qız olsun, biri ata olsun, biri ana olsun, biri bala olsun və ya əksinə. Qadındır, kişidir. Sin-sinə gedirlər. Musa aleyhissalam, Fir'on, Musa aleyhissalamın əhvalatı möcüzədir. Hər tərəfdən möcüzədir. Əhvalatı möcüzədir. Fir'on körpələri qırır, qan su yerinə axır. Körpə başından qalalar dikilir. Yoldaşı, həyat yoldaşı Asiyə xanım deyir ki, mən bağımıza gələn sudan bir dənə uşaq tapmışam. Firan deyir, nə qəşək uşaqdır, onu saxlayaq. Allahu Əkbər. Qırır uşaqları. Evinə bir dənə körpə əli, biz ağlını əlmir ki, bunu da öldürün. Bəlkə də Musa budur. Allah zalimin burnunun bəzən belə olur. Sən uşaqları qırırsan ki, Musa dünyaya gəlməsin, sənə böyükdürəcən düşmənidir. Sənin özgə böyükdürəcən düşmənidir. Musa aleyhissalam yaxşı, anası da bir tərəfdən dəstəkdir, yenə qadınla kişi bir yerdə. Amma Musa aleyhissalamın mühiti başqa, tərbiyyəti başqa. Siz Asiyə salamullahi aleyhanı fikirləşin. O xanımlar deyirlər, ərim isəndir, ərim filandır, ərim bəsməkandır, ibadət edə bilmirəm. Ərim Fir'ondur, bacım. Fir'onun arvadı Övliyaullah oldu, Vəliyullah oldu, Vəliyyətullah oldu. Əri deyirdi, Allah mənəm. Onun evində iman saxladı. İman gətirdiyini bildikdə çarmıxa təkcə Həzrəti Asiyə salamullahi aleyhanı. Çarmıqda dedilər ki, necə oldu? Firon dedi ki, gördün sən başına onu gətirdim. Həzrəti Asiyə salamullahi aleyhanı dedi ki, Rəbbim nəli indəkə bəytən fil cənnə. İlahi, Firondan danışmır. Heç Fironu müxatəb hesab eləmir. İlahi, yanında cənnətdə mənə bir evtik gəlirəm. Təhrim sözünə baxın. Bu kişi, bu da xanım. Peyğəmbər sallallahu aleyhi və aleyhi, Həzrət Xədicə salamullahi aleyha. Peyğəmbər salavatullah ildə bir neçə ay gedirdi, Həra mağarasında ibadət edirdi Peyğəmbərliyindən qabaq. Həcclər var burada, Həra mağarasına çıxırlar. Adam əldən düşür. Həzrət Xədicə salamullahi aleyha hər gün Peyğəmbər üçün yemək aparırdı. O xanım. Bir dəfə Peyğəmbər salavatullah buyurdu ki, Hədicə, Cəbrail əleyhissalam mənə dedi ki, Allah Hədicəyə salam göndərir. Xanıma Allah salam göndərir. Bundan sonra bu xanım dünyanın əziyyətini verəsən dedəcək. Allah mənnəndir, nə edirəm əziyyət versin, nə verməsin. Əli əleyhissalam, Zəhra salamullahi aleyha. Bunlar məsumlar, qeyri-məsumlar da var da. İslamın ilk şəhidləri
Yasir əleyhir-rəhmə Ammar Yasir'in atası idi və həyat yoldaşı Süməyyə salamullah əleyhə idi. Həzrət Süməyyəni necə öldürdülər? Parça elədilər. Keçki elədilər. Aleyhisselam Fatıma-i Zəhra salamullah. Onların bir iki nümunəsini deyim sizə. Mən bunu oxumamışam bir yerdən, Səyyid Amildən eşitmişəm. O da oxumadığını demir adətən. Burada ki, Aleyhisselam Fatıma-i Zəhra salamullayanın otağından çıxanda, şiddətlə arvadıdır evdə, o evdən çıxanda. Arxa-arxaya çıxırdı Aleyhisselam. Fatıma-i Zəhra salamullayan şəhid olanda Aleyhisselamdan bir söz soruşdu. Ağa qurban olun, məndən razısan, halal eləyirsən Zəhranı. O kişi bu da qadın. O Zəhra ki, evdən bayaq çıxmırdı, əliyini tutdular, getdi məsciddə bir xütbə oxudu. Cəmaatın hamısını ağlatdı xütbəsindən. Hələ də qalır onun xütbəsi. O Əli, o Fatimə. Hara baxırsan, yaxşı kişi, yaxşı qadın, pis kişi, pis qadın. Nəhayət, Hüseyin və Rübab, Hüseyin və Zeynəb. Həzrət Rübab Əl-Yəskərin anası. Biz hamımız onu tanımışıq Əl-Yəskərə ağlayan. Məsələn, Kərbəlanın, Aşuranın zirvə nöqtəsidir Əl-Yəskər. Məzlumiyyətin son həddidir Əl-Yəskər. Əl-Yəskər Aleyhisselamın əhvalatı o dövrün siyasəti ilə, cinayəti ilə filanla ölçülən bir şey deyil. Əl-Yəskər Aleyhisselamın əhvalatı İmam Hüseyin İslamın Kərbəla kitabıdır, Kərbəla möhrüdür. Yəni son qurbanımdır. Tabii şeyim yoxdur belə. Hələ bu böyüməyib, hələ bu döyüşçü olmayıb, ilahi, daha budur. Bundan başqası yox. Nə verin? Əl-Yəskər bu qurban. Belə deyilədi, ox dəyəndən sonra ağa dedi ki, ilahi, sən görürsən mənə atamdır. Sən gözümün qabağında qədər razıyım. Həzrət Rübab salamlarına çox ağlayırdı. Əl-Yəskər Aleyhisselam. Analar bilir onun dərdini, biz bilmərik. 6 aylıq şöhrəti. Amma tarixdə başqa şey yazılır Həzrət Rübab barəsində. Yazırlar ki, Rübab salamullah aleyha sonralar laf Mədiniyə də qayıtdıqdan sonra heç vaxt kölgəyə gedir. Daim otururdu həyətdə günün qabağında, istinin altında hönkür-hönkür ağlayırdı İmam Hüseyin İslam. Ümumiyyətlə, Əhl-i Beytin ağlamasının bir səbəbi var idi. Bir nəfər İmam Hüseyin İslam'a yaxınlaşdı ki, ağa nə qədər ağlayırsınız baban Hüseyin, atan Hüseyin, bəsdir də da. İmam qayıtdı, tək şəkildə ona dedi ki, filan kəs, Yaqub Aleyhisselamın oğlu Yusuf Aleyhisselam ölməmişdir. Yaqub bilirdi ölməyib. Amma o qədər ağladı, gözləri tutuldu. Mənim əmilərimi, atamı, qardaşlarımı doğrayıblar gözümün qabağında. Sən mənə desən, çox ağlayırsan. İmam heç dayanmırdı ki. Yazırlar, bir nəfər imam məsələn istəyirdi su içi, gətirirlər suyu, baxırdı suya, içmək istəyəndə hönkür-hönkür ağlayırdı. Gəlirdi qəssab dükanının böyründən keçəndə, görürdü ki, biri yıxıb yerə heyvanı kəsir. Deyirdi, qəssab qardaş, su vermirsən ona. Deyirdi, bəli. Elə şöylər su verməyə, adam tutar, müstəhəb su. Ağlaya-ağla buyururdu ki, mənim atama su vermədilər başın kəsin. Yazırlar, Həzrət Rübab salamullah aleyha ömrünün sonuna qədər gün qabağında qaldı. Heç kölgə getmədi. Dedilər ki, xanım ki, kölgədə qaldı, gün vurar, istiqrar. Heç vaxt. Mənim ağam Hüseyin pisti günəşin qabağında şəhid olur. Mən kölgədə qalmaram. Elə də dünyadan köçdüm. Zeynəb-i Kubra salamullah aleyha dünyadan köçəndə dedilər, yazırlar, gördülər ki,
Kəndisi gəlib bax gör ki, əlləri sinəsindədir. Sanki nəsə tutub saxlayıb sinəsində. Açdılar əli gördülər. Əbabillahın qanını köynəyim, namusun İslamın qanını köynəyim. Hər bir yaxşı kişinin yanında yaxşı qadın. Hər bir pis kişinin yanında pis qadın. Allah Teala bizi də bizə aid olan ana bacıları, xanımlarımızı, özaqlarımızı, hamısını salih insanlardan qərar versin. Salavat mükəmməl olun. Salavat Peygamber ve